Salam dostlar, sabahınız xeyirli olsun. Gününüz uğurlu olsun. Bugün sizə bu kitab haqqında danışmaq istəyirəm. Mən neçə vaxtdır kitab oxumurdum, amma uşaq vaxtı kitab oxumağı çox sevirdim. Qardaşım da həmişə mənim üçün nağıl kitabı kitabxanadan gətirirdi. Çox oxuyurdum. Amma illər keçdikcə insanın zövqləri dəyişir və yaxud da vaxt çatdırmaq olmur. Müəyyən səbəblərdən kitab oxumağı ertələyirsən. Amma bunu keçən dəfələrdə qardaşımdan aldım və gecə oturmuşdum. Dedim ki, baxım oxuyum və bir gecədə bitirdim. Elçin Əfəndinin Silinməyən İzlər kitabı detektiv roman janrındadır. Kitab o qədər maraqlı gəldi ki mənə. Çox sürükləyici hekayəsi var. Və oxuduqca oxumaq istədim. Bir neçə saatın içində bitirdim. Siz hansı kitabları oxuyursunuz? Tövsiyə edəcəyiniz kitab varsa deyə bilərsiniz. Bu kitab mənim xoşuma gəldi. İçərisində müxtəlif mövzulardan bəhs olunur, amma kədərli mövzulardır.